İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi sistemində gələcəyə baxış, yeni idarəetmə modeli və data əsaslı qərarlar mövzusunda forum keçirilib. Tədbirdə Baş nazirin müavini Samir Şərifov çıxış edib. O, ölkəmizdə iqtisadi suverenliyi möhkəmləndirilməsi, dayanıqlı inkişafa təkan verən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılması və vergi orqanlarının bu istiqamətdə artan rolu barədə məlumat verib. Qeyd edib ki, vergi sistemi dövlətin iqtisadi idarəetmə mexanizmlərinin əsas dayaqlarından biri olmaqla makroiqtisadi sabitliyin qorunmasında, fiskal dayanıqlığın təmin edilməsində və iqtisadi proseslərin balanslı şəkildə tənzimlənməsində mühüm rol oynayır. Vergi sisteminin gələcəyinə makro səviyyədə baxmaq, onu ümumi-iqtisadi strategiyanın tərkib hissəsi kimi dəyərləndirmək xüsusi əhəmiyyət kəsb edir. Hazırki forumun təşkilatçıları olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və onun yanındakı Dövlət Vergi Xidməti tərəfindən belə bir imkanın yaradılmasını təqdir edirəm. Bugün dünyada gedən proseslər fonunda iqtisadi qərarların qəbulu əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb və çox ölçülü xarakter daşıyır. Qlobal iqtisadiyyatda qeyri-müəlliklərin artması, geosiyasi risklər, enerji bazarlarında volatillik və maliyyə axınlarının dəyişkənliyi dövlətlər qarşısında yeni çağrışlar formalaşdırır. İqtisadiyyat Naziri Mikayıl Cabbarov ölkəmizdə mövcud mikroiqtisadi sabitlik və əlverişli biznes mühiti barədə məlumat verib. Qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsində özəl sektorun böyük rolu var və bu sahəyə aktiv dövlət dəstəyi davam etdirilir. Biz çağırış edirdik bu yola çıxanda və açıq şəkildə söylüyorduk ki, vergi ödəyicilərin inamı və öz fəaliyyətlərində dəyişikliklərin həyata keçirilməsinə hazırlıq aşağı olduğu halda və təqdirdə bu bir mənalı şəkildə bizim ümumi nəticələrimizə təsir göstərəcək və mən hər zaman xüsusi diqqətlə İqtisadiyyat Nazirliyinin artıq rəhbəri kimi vergi dinamikasına nəzər saldıqda hər zaman bir məqama diqqətlə baxıram. Bu da ümumi vergi yığımlarında könüllü vergi ödənişlərinin faizi. Və bu son illərdə hər zaman sabit şəkildə 91, 93, 94% ətrafında olan bir rəqəmdir və bu öz-özlüyündə mən dediyim, yəqin ki, izah etmək istədiyim təşəkkür sözlərinin mənasını təşkil edən bir göstəricidir bizim üçün. Forumda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzəlli də çıxış edib. 2025-ci ildə əldə edilmiş nəticələr, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və strateji perspektivlərdən bəhs edən Dövlət Vergi Xidmətinin rəisi vergi siyasətinin iqtisadi inkişafın təmin edilməsində fəal mövqeyini vurğulayıb. Hər il təşkil etdiyimiz bu ənənəvi forumun ölkəmizin iqtisadi idarə etmə sisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığına və bugün də məhsuldar müzakirələr üçün səmərəli platforma yaradacağına inanıram. Bugün biz vergi sisteminə yalnız inzibati bir mexanizm kimi deyil, iqtisadi inkişafın formalaşdıran strateji alət kimi baxırıq. Məhz bu baxış son illərdə Dövlət Vergi Xidmətinin fəaliyyətinin əsas fəlsəfəsini təşkil edir. 2025-ci il qlobal siyasi və iqtisadi qeyri-müəlliklər fonunda Azərbaycan iqtisadiyyatı üçün sabitliyin və çevik uyğunlaşmanın ön plana çıxdığı bir il oldu. Bu mürəkkəb şəraitdə fiskal dayanıqlığın qorunması və dövlət gəlirlərinin davamlı təmin edilməsi əsas prioritetlərdən biri idi. Forumun davamında vergi sistemində gender siyasətinin nəticələri və perspektivləri ilə bağlı videoçarx nümayiş etdirilib. Daha sonra müxtəlif nominasiyalar üzrə fərqlənmiş vergi ödəyicilərinə təltiflər təqdim edilib. Zeynəb Müzəffərli, İsa Məmmədov, Real.